Hamınızı salamlayıram. Bugün biz araşdıracağımız mətn Petr'in birinci məktubu, birinci fəsil, 13-cü ayı. 1. Petr 1:13. Buna görə ağlınızı toplayıb ayıq durun. Ümidinizi bütünlüklə İsa Məsihin zühurunda sizə veriləcək lütfə bağlayın. Amin. Ümid bağlamaq ya ümid etmək, yəni kiməsə ya nəyəsə arxain olmaq ya güvənmək deməkdir. Və Həvari Petr yazır ki, biz ümid bağlamalıyıq. Və nəyə ümid bağlamalıyıq? Biz bütünlüklə İsa Məsihin lütfüne ümid bağlamalıyıq. Biz heç birimiz yer üzündə həyatda gələcəyimizi bilmirik. Yaxşı günlərdə olacaq, pis günlərdə. Bəs biz nəyə ümid edirik? Ya kimə arxayınıq? Biz bu dünyada nəyə ümid edə bilərik ki, tam arxayınla yaşayaq? Heç narahat olmayaq. Və deyək ki, bu məndə var deyə mən həyatımı tam rahat yaşaya bilərəm. Çünki bu məndə var və heç vaxt bunu məndən heç kim ala bilməz. Yəni, yer üzündə elə bir şey varmı? Xeyr. Çünki bu dünyada hər şey fanidir. Yeşaya 36 və 37-ci fəsillərdən belə bir hadisə danışmaq istəyirəm. Qısaca danışacağım onu. Aşur padşahı Yahudaya hücum edir və çox şəhərləri zəbt edir və Yerusəlimə çatanda öz vəzirini Yahudanın şahı Xizqiyanın yanına göndərir ki, o təslim olsun. Çünki Xizqiya təslim olmaq istəmirdi. Və vəzir deyir 4-cü və 5-ci ayələrdə. İndi Xizqiyaya söyləyin ki, böyük padşah Aşur padşahı belə deyir. Nəyə güvənirsən? Mən deyirəm ki, sən boş şeyə güvənirsən. Müharibə üçün tədbir və güc lazımdır. İndi sən kimə güvənirsən ki, mənə qarşı çıxırsan? Və bu vəzir hətta öz padşahının adından orada Allahı da təhqir edir. Və sonra şah Xizqiya məbədə gedir və Allaha dualar edir və yalvarır. Və Allah Yeşaya peyğəmbərdən Xizqiya cavab göndərir ki, o şəhəri xilas edəcək və Aşur padşahını da cəzalandıracaq. Və Rəbbin mələyi gəlir və Aşur ordusunda 185 min nəfəri qırır. Və Aşur padşahı oradan qaçır öz ölkəsinə və sonra o öz Allahlarının məbədində səcdə etdiyi zaman onun öz 2 oğlu onu qılıncla öldürürlər. Şah Xizqiya Allaha güvənirdi. Və sən nəyə güvənirsən? Ümumiyyətlə, əksər insanların bir neçə cür güvəndikləri, ümid etdikləri şeylər var. Birinci tip insanlar özünə arxayındır, öz bacarıqlarına. İnsanlar öz biliyinə, ağlına, öz bacarıqlarına arxayındırlar. Nəsə problem olanda, ya yeni iş, yeni məqsədlər, planlar olanda deyirlər ki, hə, mən bacaracam. Mən heç kimdən əskik deyiləm, mən universitet oxumuşam, biliyim var, filan şeyləri bacarıram. Nə olsa da əlimdə sənətim var, işim var. Elə adam var deyir ki, mən dilimlə ilanı yuvasından çıxardıram, burada da bir də baş çıxardacam. Ancaq mən və mən. İkinci tip insanlar puluna arxayındır və ona ümid edirlər. Məncə bu hamıda olur, biz imanlarda da ki, aylar büdcəsində pul olmayanda biraz narahat olursan, fikir çəkirsən. Amma paduşkanın altında biraz pul olanda ya kartında, onda özünü arxayın, biraz rahat hiss edirsən. Gələcəyə ümidlə baxırsan. Yəni ki, bir çox ailədə olub ki, Sovet vaxtı valideynlər banklarda istiqrazlar, pullar saxlayırdılar ki, uşağın böyüyənədək çoxlu məbləğ yığılacaq, o da çıxardıb özünə ev alacaq. Amma nə oldu? Sovetlər də batdı və onunla birgə o pullar da batdı. Əslində, belə maliyyə böhranları hər zaman və çox ölkələrdə olur və insanlar bir günün içində hər şeyini itiriblər.
1-ci Timotey 6:17-də Paul məbədə, yəni imanlılara belə sözlər yazır. Bu dövrdə varlı olanlara buyurun ki, təkəbbürlü olmasınlar və gəldi gedər var dövlətə yox. Zövq almağımız üçün bizə hər şeyi bol-bol verən Allaha ümid bəsləsinlər. Yəni, ümidi pula və mala bağlamaq ağılsızlıqdır. Üçüncü tip insanlar öz gücünə arxayındır. 20-ci məzmur 7-8-ci ayələrdə yazılıb. Bəziləri döyüş arabaları, bəziləri atları ilə öyünür. Biz isə Allahımız Rəbbin adı ilə öyünürük. Onlar büdrəyəcəklər, yıxılacaqlar, biz isə qalxıb dik duracaq. Döyüş arabaları, atlar o vaxtın silahı idi. Yəni, burada gücdən danışılır. Kimsə öz gücünə ya vəzifəsinə, qüdrətinə arxayındır. İnsan fikirləşir ki, onun gücü, vəzifəsi varsa, ona hər şey mümkündür və bu onu qoruyacaq. Amma yazılıb ki, onlar, yəni öz gücünə arxayananlar büdrəyəcəklər, yıxılacaqlar. Biz isə, yəni Allaha güvənənlər qalxıb dik duracaq. Amin. Dördüncü tip insanlar öz tanışlarına, ya dayı-dayına arxayındır və ona ümid edirlər. Bir dəfə bir tanışımla onun dostunun maşına mindik və baxıram ki, bu remen taxmayıb. Başladı sağ-sol, onu ötür, bunu ötür, yəni avtoşluq edir, heç kimdən də qorxmur. Sonra tanışdan soruşdum ki, bu nə məsələdir, bu nəyə belə arxayında, belə hərəkət edir? O da dedi ki, bizən onun atası kimdir? Dedim, yox, bu filan kəsdir, bir dənə vəzifəli adamın adını çəkdi. Deyir, onun maşının həm nömrəsini tanıyırlar, həm də birdən kimsə tanınır, saxlasa, bir dənə telefondan həll olunur. Amma bir neçə il sonra onun atasını vəzifədən atdılar. Və heç bir il keçmədi, atası xəstələndi və dünyasını dəyişdi. İndi həmin olan itibat oldu, heç bilinmir hardadır. Düzdür, çoxumuzun hardasa tanışımız var və hardasa o kontaktlardan lazım olanda istifadə edirik, amma yaxşı məqsədlər üçün. Amma bu tanışlığa ümid bağlamaq olmaz. Məndə də olub ki, hansısa işdə mən kiməsə ümid bağlamışam, amma məni yarı yolda qoyublar. Çıxış kitabı 1:8-də yazılıb ki, Misirdə Yusifi tanımayan yeni bir padşah taxta gəldi. Öncəki padşahlar Yusifi tanıyırdı və onun xalqına Misirdə ən yaxşı torpaqlar verilmişdi. Amma yeni padşah artıq Yusifi tanımırdı və hər şey dəyişdi. O gördü ki, İsraillər çoxdur və güclüdülər və yeni padşah Yusifin xalqını, yəni İsrailləri qul etdi. Onlara çoxlu əziyyət verdi və zülm etdi. Ona görə heç bir əlaqəyə ya tanışlıq bizim ümidimizin təməli ola bilməz. Yer üzündə biz heç nəyə və ya heç kimə tam ümidimizi bağlaya bilmərik. Ona görə Həvari Peter deyir ki, ümidinizi bütünlüklə Rəbbin lütfüne bağlayın. Öncə sadaladığım bu insan ümidləri yer üzündəki həyatla bağlı ümidlərdir. Amma bu dünyada hər şey fanidir, hər şey puçdur. Və bugün olan şey sabah olmaya bilər. Pul bugün var, sabah yoxdur. Adam, tanış, iş, güc, bacarıq, hər şey bugün var, sabah olmaya bilər. Ona görə bu həyatda biz ümidimizi ancaq Rəbbə, onun lütfüne bağlaya bilərik. Biz öncəki ayələri 9 və 10 oxusaq yazılıb ki, çünki imanınızın nəticəsində canınızın xilasına nail olursunuz. Sizə göstəriləcək lütf barəsində əvvəlcədən xəbər verən peyğəmbərlər bu xilasa dair araşdırma və tədqiqatlar aparırdı. Və 13-də deyir ki, ümidinizi bütünlüklə İsa Məsihin zühurunda sizə veriləcək lütfə bağlayın. Yəni, xilas mövzusunda da, yəni həyatımızı dəyişdikdə, əbədi həyat mövzusunda da biz ümidimizi ancaq Rəbbin lütfüne bağlaya bilərik. Biz öz gücümüzə, öz
təmizlikliyimizə, yaxşı əməllərimizə, kəlam biliyimizə, öz iman təcrübəmizə ümid etsək, bu bizə heç nə verməyəcək. Biz ancaq bizə verilən Rəbbin lütfüne ümidimizi bağlaya bilərik. Ancaq Rəbbin lütfü bizə zəmanət verir ki, Rəbb bizi heç vaxt tərk etməyəcək. Rəbbin lütfü yəni əsasdır və bu bizə etibar yaradır. Efeslər 2-ci fəsil 4-dən 8-ci ayəcini oxuyacağım. Lakin mərhəməti bol olan Allah bizi böyük məhəbbətlə sevdiyi üçün təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi. Onun lütfü ilə xilas oldunuz. Allah bizi Məsih İsa'da onunla birlikdə dirildib səmada oturtdu. Bunu Məsih İsa'da bizə etdiyi xeyirxahlıqla lütfünün hədsiz zənginliyi gələcək dövrlərdə də göstərmək üçün etdi. Çünki iman vasitəsilə lütflə xilas oldunuz. Bu sizin nailətiniz deyil, Allahın hədiyyəsidir. Əməllərlə deyil ki, heç kim öyünə bilməsin. Amin. Biz öz gücümüzlə, əməllərimizlə heç vaxt xilas ola bilmərik. Ancaq Rəbbin bizə verdiyi lütf nəticəsində İsa Məsihə iman etməklə xilas oluruq. Amin. Biz araşdırdığımız 13-cü ayədə xəbərdarlıq da var. Yazılıb ki, buna görə ağlınızı toplayıb ayıq durun. Niyə ayıq duraq? Çünki nəsə bizi davamlı olaraq Rəbbin lütfüne ümid bağlamaqdan yayındırır. Bəs burada ayıq olmaq nə deməkdir? Yəni, əsas vacib şeylərdə fikrini cəmləşdirmək. Misal üçün, çoxumuz sürücüyük və sürücünün əsas məqsədi yola diqqətlə baxmaqdır. Əgər sürücü maşını sürdüyü yerdə yatarsa, deməli o artıq ayıq deyil. Yəni bunu bildik. Amma tutaq ki, o heç yatmır. Sadəcə fikri başqa şeyə yayınır. Misal üçün, telefonda WhatsApp-la başlayır yazmaq. Bir dəqiqə belə sürücü yola baxmayanda, həmin vaxt ərzində maşın neçə yüz metrə yol gedir. Bu vaxt ərzində yəni nə desəm baş verə bilər. Ona görə də bu çox risklidir. Əsasında yüksək sürətlə gediriksə. Düzdür, bunu çoxumuz arada edirik, amma bu çox təhlükəlidir. Əgər sürücü belə halda qəza etsə, bu halda deyəcəklər ki, bu sürücü ayıq-sayıqlıq göstərmir. Yəni, qeyri-ayıq-sayıqlıq nəticəsində qəza baş verir. Nəsə belə bir şey yazacaqlar. Ayıq olmaq əsas şeydə fikri cəmləşdirmək deməkdir. Ayıq olmamaqsa əsas şeydən yayınmaq deməkdir. Yəni, adam situasiyaya düzgün vermir və diqqəti əsas şeydə deyil. Əgər bizim fikrimiz lütfdən yayınırsa, əgər bizim ümidimiz başqa şeyə yayınılırsa, deməli biz artıq ayıq deyilik. Ayıqlıq deməkdir ki, Rəbbin lütfündən fikrimizi yayındırmayaq. Fikrimizi ona cəmləşdirək, çünki o bizim ümidimizdir. Nə vaxt ki, biz ayıqlığımızı itiririk və Rəbbin lütfündən diqqətimizi başqa şeylərə yönəldirik, ümidimizi başqa şeylərə bağlayırıq, o zaman biz ruhdan düşəcəyik. Qəlbimizi narahatlıq, ruhsuzluq, həyəcan bürüyəcək və həyatın mənasızlığını hiss edirik onda. Çünki biz ümidimizi əsası olmayan başqa bir şeylərə bağlayırıq. Biz diqqətimizi Rəbbin lütfündən çəkirik, onun lütfünü unuduruq və buna görə də ümidsizliyə qapılırıq. Biz hər birimiz bu həyatda yaxın kimisə itirmişik və ya dəyərli nəyisə itirmişik və bu bizim üçün çətindir. Amma biz Rəbbin lütfü haqqında düşünəndə ki,
hər şeyin üzərində Allah var, hər şeyi o idarə edir, biz ürəyimizdə onda rahatlıq tapırıq. Düzdür, biz məyus oluruq, kədərlənirik, ağlayırıq, fikirləşirik ki, niyə mən, niyə belə oldu? Amma hər şeyi Allahın qarşısına gətirdikdə biz təsəlli tapırıq. Amma üzünü Rəbbin lütfündən başqa şeylərə yönəldəndə, misal üçün fikirləşəndə ki, əgər başqa həkimlər olsaydı, ya əgər vaxtında filan şeylər etsəydik, ya qarşıma başqa adamlar çıxsaydı və s. sən başlayırsan narahat olmağa. Arxayınlığı və ürəyində sülhü itirirsən. Çünki bunlar sənin fikrini əsas şeydən çəkir. Allahın lütfündən çəkir. Amma sən fikirləşəndə ki, Rəbbin lütfü səninlədir, kəlamda yazıldığı kimi, nə baş verirsə sənin xeyrin üçündür, sən ürəyində sülh və rahatlıq tapırsan. Buna görə ayıq olub bizə verilən lütfə ümidimizi bağlayaq. Bir də fikir verin, yazılıb ki, sizə veriləcək lütfə. Yadınızda salın, həyatınızda neçə dəfə problemlər, pis vəziyyətlər, çıxılmaz görünən vəziyyətlər olub. Amma bir də görürsən, Allah öz lütfü ilə vəziyyəti dəyişib. Yəni, olub da elə sizdə. Yəni, şəxsən məndə də çox olub. Rəbb bizim həyatımızda çox vaxt bizə lütf göstərir. Amma biz unuduruq. Və hansısa hadisə olanda biz fikirləşirik ki, misal üçün, məndə pul yoxdur, adamım yoxdur, mən bu vəziyyətdən necə çıxacam? Və Peter öncəki ayələrdə danışır ki, heç olmasa öz həyat təcrübənizə baxın. Əvvəllər Rəbb neçə dəfə öz lütfünü sizə verib. Allah neçə dəfə sizə lütf verib. Və bu lütf qutarmayıb, bu lütf azalmayıb. Və lütf sizə yenə də veriləcək. Əsas odur ki, siz Rəbbin lütfündə ümidinizi bağlayın. Bəs ayıq olmaq üçün biz nə etməliyik? Və burada yazılıb ki, ağlınızı toplayıb ayıq durun. Deməli, ağlımız bizə ayıq durmaqda kömək edir. Bəs ağlı toplamaq nə deməkdir? Orijinalda burada yazılıb ki, ağlınızı kəmər kimi bağlayın. Burada mənalar var ki, necə ətəyini yığmaq, ya bizdə söz var, əllərini çırmalamaq. Yəni, sən nəsə iş görəndə, ya yol çıxanda sənə mane olmasın, dağılmasın. Yəni, yığmaq, toplamaq mənasında. Yəni, sənin fikrin, düşüncən, ağlın dağılmamalıdır. Həvari Peter bu fikri yəqin ki, İsa Məsihin sözlərindən götürüb. Luka 12:35-də Məsih deyir, qoy qurşaqlarınız bellərinizdə bağlı və çıraqlarınız yana-yana qalsın. Yəni, sizi yayındıra biləcək hər şeyə, sınaqlara və problemlərə qarşı ağlınızla hazır olun və ayıq olun. Ağlımız toplanmayanda, dağınıq olanda bizim ağlımıza min cür fikirlər gəlir. Əsasən də indi informasiya həddən artıq çoxdur. YouTube, TikTok, Instagram, xəbərlər, hərə bir söz deyir və indi hər kəs ekspertdir hər şeydə. Nə bilim, göydən dərman dağıdırlar, ya zəhərləyirlər bizi, antibiotiklər belə, vaksinlar elə, müharibələr gözlənilir, krizis olacaq, aclıq olacaq və s. Və biz bunların hamısının fikrini çəkirik. Ayman, necə olacaq, necə yaşayacağıq, nə yeyəcəyik, nə edəcəyik. Yəni, hər şeyin fikrini çəkirik, qorxuruq, rahatlığımızı itiririk. Amma Rəbb isə deyir ki, nə yeyəcəyik, nə içəcəyik və ya nə geyəcəyik deyə qayğı çəkməyin. Çünki bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da səmavi atanız bütün bunlara ehtiyacınızın olduğunu bilir. Ona görə də siz əvvəlcə Allahın padşahlığını və onun salihliyini axtarın.
onda bunlar hamısı sizə əlavə olaraq veriləcək. Beləliklə, sabahın qayğısını çəkməyin. Çünki sabahki gün özü üçün qayğı çəkəcək. Bizi narahat edən, çaşdıran, ümidsiz edən fikirləri ağlımızdan atıb, ancaq Rəbbin bizə verilən lütfüne ümid bağlamalıyıq. Bizim fikrimiz Rəbdə, onun kəlamında olmalıdır ki, biz onun lütfünü unutmayaq və ümidimizi itirməyək. Gələcəyə baxdıqda biz bilmirik bu dünyada bizi nələr gözləyir. Çətinliklər də olacaq, pis günlərdə, yaxşı günlərdə. Amma biz bilirik ki, nə olursa olsun, Rəbbin lütfü bizi tərk etməyəcək. Bunu biz dəqiq bilirik və biz bunu unutmamalıyıq. Və bu bizə təsəlli verir. Bizə güvən, ürəyimizə sülh və sevinc verir. Və sonda sizə bir məzmur oxumaq istəyirəm. 33-cü məzmur 18-dən 22-ci ayəyə. Rəbbin gözü ondan qorxanlara, onun məhəbbətinə ümid bağlayanlara baxar. İstəyir ki, onları ölümdən qurtarsın. Qıtlıqda belə onlar sağ qalsın. Könlümüz Rəbbin yolunu gözlər. Odur köməyimiz və sipərimiz. Bizim qəlbimiz onda sevinç tapır. Müqəddəs isminə arxalanmışıq. Ya Rəbb, ümidimizi sənə bağlamışıq. Məhəbbətin üzərimizdən tükənməsin. Amin.